Bugün çox sevinçliyəm. Azərbaycanımızda türk dünyasına yeni bir işığın doğulmasının şahidliyini yaşadıq və bugün Hədəf Liseyinin belə deyək rəhbərliyi ilə 9 ölkədən təqribən 30-dan çox ziyalı, alim, mədəniyyət adamının birgə Turan Balabilgi Akademiyasını qurduq. Turan Balabilgi Akademiyası əslində türk dünyası elmini, tarixini, mədəniyyətini məhz məktəb yaşında araşdırmaya sövq eləyən bir akademiya olacaq. Akademiyanın nəzdində 7 bölməmiz var. Bu bölmə riyaziyyat, kimyanı, fizikanı, ədəbiyyatı, tarixi, mədəni sahələrini ifadə eləmiş olur. Burada əsas məqsəd biz gənclərimizin lap belə aşağı yaşda, məktəbli yaşlarında araşdırma qabiliyyətlərini inkişaf elətdirməkdir. Çünki bugün artıq dünya elmi inkişaf eləyir, müəyyən süni intellekt proqramları var, amma yazmaq, araşdırmaq, tədqiq eləmək və ortalığa doğru dürüst bir elmi nəticə qoymaq çox önəmlidir. Bu baxımdan biz düşünürük ki, məktəblərimizdə bu cür prosesi başlada bilsək, o istedadlı şagirdləri tapıb çıxarda bilsək və onların həm Azərbaycan, həm türk dünyası ilə bağlı bilgiləndirə bilsək və onların bu araşdırmalarına yön verə bilsək, gələcəkdə Azərbaycan tarixinə böyük bir töhfə vermiş olacaq, həmçinin Turan tarixinə. Bu gedişlə düşünürəm ki, hər türk ölkəsindəki üzvümüz olan məktəblərin belə deyək, balabilgələri, Turan balabilgələri ilin sonunda apardığı tədqiqatların nəticəsi olaraq simpoziumların, konferansların və bilim şənliklərinin belə deyək ki, sonluğu ilə olacaq. Çünki hər məktəblinin yaxşı əsərləri, araşdırmaları, məqalələri həm bir jurnal kimi, dərgi kimi çap olunacaq, həm kitablaşdırılacaq, həm də onların bir simpoziumunu, məktəblilərin ilk simpoziumu kimi deyək, Turan məktəblilərinin simpoziumu kimi biz 26-cı ilin sonuna yaxın bu layihəni planlaşdırırıq. Sevincliyəm, çox önəmli ziyalılarımız bu prosesə dəstək verib. Türk dünyasının böyük türkologu Firidun Cəlilov, həmçinin böyük tarixçimiz İlbər Ortaylı, Qazaxıstan Turan Universitetinin rəhbəri Rəhman Alışanov, Türk dünyasının böyük şairi Rüstəm Behrudi, Türksoy başqanı həmçinin Sultan Rayev və digər adını unuda bilərəm, hörmətli tədqiqatçı, araşdırmacı, Milli Məclisin deputatı Cavanşir Feyziyev və deyək ki, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızistan, Moldaviya, Makedoniya və Macarıstanın olan üzvləri ilə qurulan bu akademiya əminəm ki, elmimizə, mədəniyyətimizə böyük töhfələr verəcək və mən bu yolda bizə dəstək verən, arxamızda olan, yanımızda olan həm Hədəf komandasına, həm də ziyalı dostlarımıza təşəkkürümü bildirirəm, uğurlar arzulayıram. Sağ olun.